Uşaq Bakıda 8 stomatoloqu gəzib. Biri diş çəkməyə cəhdedib, dişi sındırıb. Əlini qolunu bağlayıb uşağa müdaxilə ediblər. Bir nəfər komment yazıb ki, bu həkimə getməyin. Gedən kimi sedasiya yazacaq sizə. Əlbəttə ki, bu insanın şəxsi düşüncəsi, şəxsi fikridir. Biz araşdırıb baxdıq, o xəstə bəli bizim qəbulumuzda olub. Uşağın durumunu nəzərə alaraq o uşağa bir sedasiya üsulu ilə müalicə növünü önərmişik. Ümumiyyətlə belə bir şey deyim. Uşaq stomatologiyası elə bir sahədir ki, birinci növbədə uşağın psixologiyası burada çox önəmlidir. Uşağın psixolojisini anlamaq önəmlidir. Onun uşağa güvən yaratmaq önəmlidir. Düşünün ki, hər stomatoloq ona bir müdaxilə edib. Biri iynə vurub yarımçıq qalıb, biri diş çəkməyə cəhdedib, dişi sındırıb. Əlini qolunu bağlayıb uşağa müdaxilə ediblər. Və yekun nəticə bizi görüblər, bizə gətiriblər. O uşaq bizə necə dayansın? Yəni, zaten bu uşaqda 8 dənə stomatoloq gəzib uşağa yetərə qədər travma vermişsiniz. Bu uşağı biz necə ayaqlı və 4 yaşında bir uşaq ayaqlı otuzdurub kanal müalicəsi edək. Mümkün deyil belə bir şeyin olması. Yəni, edə biləcək bir həkim də varsa, deyəcək bir sözüm də yoxdur. İkinci bir deyəcəyim şey odur ki, biz heç bir uşağa gəldi, qapıdan girdi. Əlbəttə ki, biz uşaq qapıdan girən kimi uşağın psixologiyasına az çox bələd oluruq. O uşağın müayinə sırasında uşaq nəyə bacarar, nəyə bacarmaz az çox bunu bilirik. Buna təcrübəmiz icazə verir. Hansı uşağın sedasiya olacağını, hansının olmayacağını isə buna biz qərar veririk, valideyn yox. Çünki o işi işləyən bizik. Əgər siz sedasiyanı seçməyib, ayaqlı müalicəni seçsəniz, bəzi hallarda görülən işin keyfiyyəti belə olmur. Uşaq imkan vermir. Anestezi edirik, anesteziden sonra hadi başlayırıq işləmə, yarımçıq dayandırır, ağzını açmır. Yəni bu hallarda nə edəcəyik? Siz yəni uşağa yetərə qədər travma verib gətirirsiniz, sonra da biz oluruq sedasiya yazın həkim.